Sayın mənaca iki növ vardır. Bir, miqdar sayı, miqdar. Bir də ki, sıra sayı. Sual verəndə ki, sayın mənaca neçə növ var? Avtomatik cavab verirlər. Müəyyən, qeyri-müəyyən, kəsir. Bu səhvdir. Sayın mənaca iki növ var. Miqdar, sıra. Miqdarın özü 3 yerə bölünür. Yəni 3 deyə balası var. Müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı, bir də kəsir sayı. Kəsir. Testdə belə bir şey düşür. Bir dənə diqqətli olun, təzə toplumuzda var. Təzə topluda belə bir sual var ki, Sami ilə keçən səfər sənin səhv yazdığın sual idi. Belə idi ki, orada söz birləşməsinin birinci tərəfi miqdar sayı ilə ifadə olunur. Orada miqdar deyəndə müəyyən, qeyri-müəyyən, kəsir hamısı nəzərdə tutulur. Yəni, miqdar deyəndə hansı ilə versə, məsələn, versə ki, az uşaq, o da miqdardır da. Çünki miqdar deyəndə nədənsə hamı bunu axtarır, müəyyən miqdar sayı. Axı, miqdarın müəyyəndən başqa qeyri-müəyyən kəsir də var. Test də bizi biraz çaşdırmaq üçün verir ki, miqdar sayı ilə ifadə olunur. Hamının ağlına müəyyən gəlir, səhvdir. Miqdar deyəndə müəyyən də, qeyri-müəyyən də, kəsir də. Üçünü də axtarır.